Deyir, mən ölmək istəyirəm. O ki, sən bilirsən öləndən sonra sənə nə gözləyir? Hara ölürsən, hara yeyirsən. Sən ölməyəcəksən, məkanını dəyişəcəksən. Buradan daha ağır yerə düşəcəksən, əgər düz yaşamamısansa. Ona görə düzəltməlisən, özünü düz yaşamalısan. Çünki Allah səni yaradıb və heç vaxt öldürməyəcək. Bir haldan bir hala salacaq. Cəhənnəm əhli üçün deyir Quran ki, onlar ölmək istəyəcəklər, amma ölümün özü daha yoxdur, ölüm. İnsan ölümün özünü öldürür. Məgər biz bu dünyada cəhənnəmi görməmişik. Mən 100% bilirəm ki, burada oturanların 99% bu dünyanın o cəhənnəmini görüblər, əziyyətini görüblər. Çox çətindir, çox ağırdır. Amma qalib gəlmək mümkündür. Əsas o da həvəsdən düşməyəsən. Allah Teala deyir ki, mənim rəhmətim o qədər güclüdür ki, mən mənfiləri çevirib müsbət eləyirəm. Dinlərin hamısı eyni sözü deyir.